Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Pakistanın İnformasiya Texnologiyaları və Kommunikasiya naziri Şaza Fatima Xavajanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Pakistanın paytaxtı İslamabadda Asan Xidmət Mərkəzinin təsis olunması istiqamətində icra edilən işlərlə əlaqədar geniş müzakirələr aparılıb. Pakistanlı nazir Asan Xidmət Mərkəzinin qurulması istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib. O, pilot mərkəz fəaliyyətə başladıqdan sonra Pakistanın digər bölgələrində də asan xidmət mərkəzlərinin yaradılacağını bildirib. Xatırladaq ki, cari ilin 10 sentyabr tarixində Pakistan Baş Nazirinin iştirakı ilə İslamabadda Pakistan Asan Xidmət təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair saziş imzalanıb. Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin Asan Xidmət Mərkəzinə olan ziyarəti onun üçün ilham mənbəyi oldu. O geri döndükdən bir həftə sonra artıq bizim komandamız Asan Xidmət Mərkəzlərinin fəaliyyəti ilə tanış olmaq və Azərbaycan vətəndaşları üçün dövlət xidmətlərinin təmin edilməsi üzrə mövcud təcrübəni öyrənmək məqsədi ilə bura səfər etdi. Sonra prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyi Pakistana səfər etdi. Birlikdə sıx koordinasiyalı çalışırıq. Əsas məqsəd burada şahid olduğumuz yüksək səviyyəli təcrübənin bənzər formada yaradılması, dövlət xidmətləri sahəsində əldə edilən səmərəliliyin və şəffaflığın təmin edilməsidir. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər həqiqətən təqdirə layiqdir. Mən düşünürəm ki, Pakistan və Azərbaycan xalqları arasında münasibətlər dərin tarixi köklərə malikdir və bu sadəcə bizim əməkdaşlığımızın bir nümunəsidir. Pakistanın İnformasiya Texnologiyaları və Kommunikasiya naziri gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə ümid edir. İslamabadda həyata keçirilən pilot layihələrin Pakistan üzrə asan xidmət mərkəzlərinin fəaliyyətə başlamasını səbirsizliklə gözləyir.